אין כזה חוק וגבול ועומד איזה מחסום ואתה יודע Belə זה bir צד הבורא וזה צד הנברא. bariyer זה אדם yoxdur. עושה. Belə bir qanun עד שהוא yoxdur. משייך את Bu הכל bir tərəf לבורא, yaradanındır, bir tərəf yaradılışındır. Bunu וזה insan מגיע eləyir, לדבקות hər השלמה. şeyi yaradana aparmayana qədər השאלה və איפה bunun עבודת האדם מתחילה vasitəsilə tam ומסתיימת ואיפה עבודת הבורא. birliyə gəlir. Sual: harda başlayır və bitir insanın işi və yaradanın işi? Harda başlayır və bitir? אדם Rab. עושה, אז Demək הוא olar ki, צריך למסור את הכל insanın elədiyi לבורא. ואחר כך במידה hər şeyi שהוא yaradana יכול ötürməlidir. לקחת מהבורא ולבצע ולשמור. Sonra isə yaradandan götürdüyü hər bir formanı özü eləyə bilər, özü saxlaya bilər. ביניהם İnsan מצד אחד הוא bu yolla משייך elə bir את זה vəziyyətə לבורא, qalır ki, onunla baş verən hər şeyi bir tərəfdən yaradana yönəldir, digər tərəfdən isə özü bunu həyata keçirə bilər. Bu tam bir birlikdir. אבל זה ככה. שאלה אחרונה. Biz hələ בנושא gərək הזה. bunun mahiyyətini izah eləyək, amma bu belədir. ואין עוד מלבדו. Sual: זה בא זה אחרי əgər זה, mən או שזה eləməyəcəmsə, במקביל שני kim המצבים האלה? eləyəcək? Və ondan başqa heç kim yoxdur. Bunların bu iki prosesə anidən keçmək olur, yoxsa biri birindən sonradır? Rab. Əgər mən həqiqətən özümü səliqəli, qaydalı şəkildə təbiətin qanunlarını yerinə yetirmək istəyirəmsə və mən hər şeyi elə düzənləyirəm, elə dəstəkləyirəm ki, yaradan mənim bütün reallığımda duran mərkəzi bir qüvvə olsun və mən bunların hamısını düzgün şəkildə qurandan sonra müşahidə edirəm ki, mən tədricən aşkar edirəm ki, ondan başqa heç kim yoxdur. אני כן פעלתי Mənim elədiyim hər şeyi mən yalnız onun üçün eləyirdim ki, bu vahid qüvvəni aşkar eləyim. Hansı ki, ilk növbədən, lap əvvəldən hərəkət edirdi. Mənə təsir göstərirdi, o məni çaşdırırdı, o məni yönləndirirdi, o məni xeyirxah bir müəllim kimi yönəldirdi və onun unikallığı bütün bucaqlarda aşkar olunur. Hər bir küncdə bucaqda və mənim beynimin və hissiyatımın hər bir küncündə aşkar olunur.